Dönür. Başlayaq onda. Deməli, bunlara baxdın, bunları yazmısan. Burada bir problem yoxdur. Amma burada bir şey fərq nə vardı kodunda? Bax, burada məsələn, bunu yazmısan da, məsələn, STD ilə. Bunu, bu STD hardan gəlir? Yəni, bunu istəsən yazmaya da bilərsən. Bu STD-ni yəqin ki, sizə öyrədəndə ilk dəfə məktəbdə STD ilə yazmağı öyrədiblər. Buradakı using namespace-dəki STD-ni görürsən? Bu STD-ni o vaxt yazırıq ki, biz məsələn bunu yazmadıq. Bu yoxdur da. Kodumuz olmasa belə bu STD əslində onu bildirir və run eləsə həqiqətən də işləyəcək bax. Görsən? Yəni bu vardı ya indi. Artıq bunu yazmanın mənası olmur. O biri kodlarında düzəltmisən gördüm. Yəni yox idi bu. Amma yenə də dedim ki, biləsən, hə. Yəqin ki, əvvəldən elə qalıb deyə. Bəli. Tamam. Bunu keçək onda. Sonra homework 2-yə baxaq. Homework 2-də də hamısını yazmısan, problem yoxdur. Homework 2-dən qaldı. Hə, gördüm onları qaldı. Hə, məsələn, bunda baxdın yaza bilmədin, yoxsa yəni ağlına fikir gəlmədi? Ağlıma fikir gəlmədi. Keçən dəfə yazdıq. Hə, demişdim. Bax, ədəd verilib bizə. İstənilən bir ədəd də deməyibdi, neçə rəqəmlidir. İncə burada baxaq. Gözdə, harada yazaq? Silək. Bir dəqiqə, bunu biraz böyüdüm. Hə, bax, məsələn, belə bir rəqəmimiz olsun. 6, 7. Bizdən nə istəyir? Deyir ki, bax işte, hə, bura. Bizdən deyir ki, sağdan 3-cü rəqəmi ver də, sağdan 3-cü rəqəm nədirsə onu ver. Düzdür? Sağdan 3-cü rəqəm, məsələn, bu ədəddə hansıdır? 5, 100. Aysa, 5-dir. Yaxşı, tutaq ki, rəqəmimizi balacalaşdıraq. Görək onda sağdan 3-cü rəqəmimiz nə olacaq? Məsələn, olsun belə. Burada bəs 3-cü rəqəm nədir? 4. 4-dür. Yaxşı, bax, indi bu ədədin, bu həmişə sağdan 3-cü rəqəm səncə nəyi bildirir mərtəbə olaraq? 100-lüyü bildirir də, düzdür? Bəs biz 100-lüyü necə tapırıq? Onu demişdik. Hə, 100-lüyü demişdik. N bölünsün 100 faiz 10. Aysa, n böl 100 faiz 10. Düzdür? İndi bu məsələn yoxlayaq görək bu ədəddə düz işləyəcək. Gördün, 5 verdi. Sadədir. Yəni indi bunu qutar, o birinə də baxım, sonra bunların kodunu indi özün yaz elə indi. Sonra o bir suallara baxaq. İndi hələlik o birinə də baxaq. Bunu bildin, anladın necə idi? Yəni sağdan 3-cü rəqəm, sağdan ikinci desəydi məsələn nə olardı? Onda 10'luq. Onda burada da n bölünsün 10 faiz 10. Aysa, yadımızdadır da, yəni 100'lük olanda 100'ə bölürük, 10'luq olanda 10'a. Oradan gəlir. Yaxşıca baxaq görək o biri sualda nə istəyir. O biri sualda nə deyir? Deyir ki, 4 rəqəmli ədəd veribdir. Bizdən istəyir ki, onun bütün rəqəmlərinin kvadratlarının cəmini tapaq. Yaxşı, biz 4 rəqəmli ədədlərini necə tapırıq? 4 rəqəmli ədədləri? Hə, məsələn, 4 rəqəmli bir ədədimiz var. Bunun rəqəmlərini necə tapaq? Məsələn, minlikdəki rəqəm nə olacaq? 1. Şey olaraq, düstur olaraq bəs nə olacaq? Yəni n bölünsün 1000 faiz 10. Ay sağ ol. n böl 1000 faiz 10. Bəs digərləri? Bunda n bölünsün 100 faiz 10. Ay sağ. Yəni belə gedəcək də, düzdür? Sən bundan məsələn belə yazarsan da, düzdür? Tutaq ki, n verilib 4 dənə də ədədimiz var. Yəni 4 dənə rəqəmimiz var da, düzdür? 4 rəqəmlidir çünki. Yazarsan ki, A bərabərdir məsələn, minlikdəki buna bərabərdir. 100'lükdəki buna bərabərdir. İndi özüm yazmıram da, sən çünki dedin. İndi özün kodun yazarsan. Təklikdəki də buna bərabərdir. İndi biz çıxışa nə verməliyik? Deyir ki, hər rəqəmin kvadratının cəmi. Yəni A-nı A-ya vuracağıq.
B-ni B-yə vuracağıq. Kvadrat nədir? Ədədi öz-özünə vurmalıyıq da, Bəli. düzdür? Bunların hamısının kvadratını tapırıq, yəni belə. Bunu çıxışa veririk. Anladın? Bəli. İndi bunların ikisinin kodunu yaza bilərsən? Aha, yazım indi. Aha, indi yaz. Çünki buranı tam qutarıq. Bir də evdə baxmayasan. Digər suallarda yox idi ki, burada problem. Hamısını rahat yazdım. Bəli. İndi bunları da yaz. Keçək öbür suallara. Deməli, problem günü atdım. Dım, baxın. Ay, qəşəng. Bu iOS-strimi Hə, dəyişərsən yaxşı. bitsin, yaz. Tamam. Yavaş-yavaş dəyiş ki, əlinci onu öyrəşsin yazanda.
Nasıl çətinliyin var? Müəllim yazdı. Yazdım. Baxaq. Qəşəng bitisi dəyişdin. Təkliyin tapdın, onluğun, yüzlüyün, minliyin. Çıxışa verdim. Qəşəng. Bu kontestlə bağlı nə sualın yoxdur? Hey. Qəşəng. İndi deməli, mən bura homework 4 qoymuşam. Bir də homework 5 qoymuşam. İndi 5 təzə keçəcəyimiz dərslə bağlıdır. 4 amma keçəcəyimizlə bağlıdır. Prosta buradan 1-2 suala baxaq, qalanları sən evdə yazarsan. Və məsələn bu suala baxaq. Deyir ki, bildiyimiz saatdır və saatın dəqiqəsi verilib ki bizə. Ümumi neçənci dəqiqədədir. Və biz onu verməliyik ki, məsələn, tutaq ki, 1 saatımız neçə dəqiqədir? 60 dəqiqə. Aysa 60 dəqiqədir. İndi məsələn, tutaq ki, bəs 120 dəqiqəmiz 2 saat. 2 saatdır. İndi bizdən çıxışa 10 verməyimizi istəyir ki, yaxşı, bəs bunu deyirəm, məsələn, 65 dəqiqəmiz nətər ifadə eləyərik saat və dəqiqə ilə? 1 saat 5 dəqiqə. Aysa 1 saat 5 dəqiqə. Və bizdən də elə bunu eləməyimizi istəyir. Elə bir düşün, elektron saatda veririk çıxışa. Birinci saatı verməliyik, saat neçəni göstərir. Bir də yerdə qalan dəqiqəni verməliyik. Sualın şərti aydındır? Bəli. Bir dəqiqə sual bu deyil. Hə, buydu. Yəni bir növ dəqiqə verir, dəqiqəni saat və saata ayırırıq. Bir də yerdə qalan dəqiqə nə qədərsə o qədər. Yəni elektron saata çeviririk. Yaxşı, bəs səncə bunu necə taparıq? Məsələn, saat neçənci saatda olduğunu necə taparıq? Məsələn, tutaq ki 60-a bölərik. Aysa 60-a bölərik. Bəs yaxşı, bu ədədi necə taparıq? Bunun da faizini taparıq, yəni qalığını. Nəyin qalığın? Saatın. Saatın nəyə? Saatın qalan dəqiqəsini də elə bil ki. Aysa, yəni məsələn, tutaq ki bizə verilib n. N bizdə ümumi dəqiqəni bildirir. Sən deyirsən ki, saatın nə ilə taparıq, nə yazaq saatı? N bölünsün 60. Ay, sağ ol, n bölü 60. Çünki niyə? 1 saatımız 60 1 dəqiqə. saat 60 dəqiqə. Ay, sağ ol. Bəs yerdə qalan dəqiqəni necə taparıq? Sonra da ona faiz 10-unu. Faiz 10-unu mu? Bir də fikirləş. Məsələn, gör 127-də nə oldu? 2 saat 7 dəqiqə oldu. Bu 7 necə alındı? Bax, sadə də fikirləşə bilərsən, faizə getmədən də fikirləşə bilərsən. Düşün, əvvəl məsələn, tutaq ki, 120 dəqiqəmiz olanda neynirdik? 2 saat eləyir də bu. Bəli. Onu da hardan tapırsan? 120-ni 60-a bölürsən 2 saatın var. İndi tutaq ki, ədəd böyüdü də, 127 oldu. 127-ni 60-a böldük, 2 saatımız var. 120-miz əldə var. Bu 7 qalıbdır elə bil. Yəni, bu 7-ni necə tapa bilərik? Bir dənə fikirləş. Çox sadədir. 7-ni necə tapa bilərik? Bax, yaxşı, başqa rəqəmdə baxaq, bax. Gəlir bura başın qarışmasın. Tutaq ki, götürək indi 135 olsun. Bunu saat dəqiqəyə ayır. 2 saat 15 dəqiqə. Aysa 2 saat 15 dəqiqə. Bunu özün böləndə necə, yəni bu 15-i necə tapdın məsələn? 4-ə böl, 60-ı 4-ə böl. 60-ı 4-ə böldün, 15 tapdın. Yaxşı, bu ədədə bax. 145. 145 olmasın, 147 olsun. Bu neçə eləyir? 2 saat 27 dəqiqə. Hə, bəs 27-ni necə aldın? Bax, 27-ni mənə deyirsən, heç kodu qoyaq qırağa da. 27-ni sən özün necə tapdın, onu de mənə. Çünki 147 60-a böləndə 2 saat aldı 27 dəqiqə. Hə, o 27-ni nə ilə alarsan? Hansı riyazi hesablama ilə? 60-a bölməklə. 147-ni, yox, bax 147-ni 60-a böldün. Aldın bu 2 saatı.
Yəni 147-nin içində 2 dənə 60-lıq var da, düzdür? Yəni 120 var. Və bu yerdə qalan nədir? 27-dir də, düzdür? Və buradan gəlir də. Və anladın necə? Bax, yəni düşün tutaq ki, bizdə yaxşı ya biraz da böyük götürək. Nəm 156 var. Bu 156-nı da sadə ayıranda nə edir? Yenə 2 sadə eləyir. Yerdə nə qədər qalır? 2 saat eləyir. 36. Yerdə də 36 dəqiqə. Aysə, bu 36-nı yəni necə tapırıq? Sadə də 156-nı 100 60-a böldük. Lap 156-nı 60-a böldük. Tapdıq ki 2 dənə. Yəni 2 saatımız var. Bəs 2 saat neçə dəqiqədir? 2 120 saat dəqiqə. 120 dəqiqə. Aysə, 120 dəqiqəmiz demək ki gedib. Bizdən amma girişdə deyib axı 156 dəqiqəmiz var. Demək ki bizim əlimizdə 36 dəqiqəmiz qalıb da. Anladın necə? Bəli. Bu bir üsulla tapmağımızdır. Bu ikinci rəqəmi. Bir də bax belə tapa bilərik. Gör bunu görəsən. Bax məsələn olsun 173. Sən dedin ki, bayaq bunu 60-a bölürük sadə tapmaq üçün də, düzdür? 2 saat 53 dəqiqə. Aysə 2 saat. Buradan çıxaq 120-nə. Bax adi budaqlı bölmə. 53. 53 burada nəyi bildirir? Yəni riyaziyyatda bu nədir? Qalıqdır. Düzdür? Qalıqdır. İndi bunu koda çevirsən nə yazarıq onda? 173-ün nəyi olmuş olur bu? 173-ün faiz. Aha. Faiz 10'unu. Faiz 10 yox. 100. Axı Yox, 60-a 60-ın. bölürük. Aysa faiz 60-ın. Yəni faiz 10-nu həmişə biz şeydə rəqəmlərdə 10-u çox istifadə elədik. Yəni düşünmədə yəni düşünmə ki o təkcə 10 olur da. Yəni faiz bizdə nə bildirir? Demək tutaq ki belə yazsaq n-in x-ə faizi. Bunu yəni sözlə ifadə eləsən nə deyərsən? Nə deməkdir bu? N'in yəni n dəqiqəmizdir bizim neçə dəqiqədir 10 saata. Yox, Faiz də onu unutma. Saat dəqiqəni unut. N adi bir rəqəmdir, x də adi bir rəqəmdir. Mən bunu belə yazmışam. Mən tutaq ki bilmirəm kodlamada bu nə deməkdir. Sən mənə məsələn bunu sadə dillə izah elə görüm. N faizli x yazanda bu nəyi bildirir? Yəni sadə dilimizə keçsə nə deməkdir bu? Məsələn n böl x desək, deyəsən ki n x-ə bölürəm. Bəs n faizli x nə deməkdir? Bəli. N'in qalığını tapıram. Hə, nəyə qalığın? Nə vaxt ki qalığı? N'i x-ə böləndə qalan qalığı. Sağ ol. Alınan qalığı. Demək ki onda biz də yazacağıq ki 173-ün, yəni dəqiqəmizin, ümumi dəqiqəmizin 60 olan qalığı. Çünki bax 60-a böldük, aldıq 53. Demək ki bu qalığımız budur da, düzdür? Başqa nümunəyə baxın. Məsələn 236 olsun. Böyle 60-a neçə saat olduğunu tapaq. Neçə olur? 3 saat 56 dəqiqə. Aysa 3. Maşallah riyaziyyatı tez hesablayırsan ha. 56. Hə, indi bu 56 yenə nə oldu? Təsadüfə 53 imiş orada. Hə, indi 56. Hə, indi qalan dəqiqə. 50. N aha 236 faiz 56. Aysa faiz 236. Birinci saatı verirəm. Onda nə yazım? 206 bölünsün 60. Aha. Tutaq ki bu da siyahımız kimi fikirləş. İkinci də yazıram. Dəqiqəni vermək istəyirəm. Onda nə yazım? 236 faiz 60. Aysa faiz 60. Anladın necə? Gəl kodunu da Bəli. yazaq. Deməli, n dəqiqəmizdir bizim. Dəqiqə. Oy, bu nə idi? Gözü bunu belə yazaq. Çünki başqa bir şeydir. Biz tapmalıyıq saatı, bir də yerdə qalan dəqiqəni. Saata deyirsən nə yazaq? Saata dedi n bölünsün 60. Aysa. Bəs dəqiqəyə nə yazırıq? N faiz 60. Aysa.
İndi çıxışa da nə veririk? Saat, bir də dəqiqə. Dəqiqə. Məsələn, gəl run eləyək. İndi riyazi hesablama olmadı. Məsələn, böyük bir ədəd verək. Elə yoxlayaq da ki, 1345 olsun, amma rəqəmi yaza bilmədik. Gözlə bir də run eləyək. 1345 olsun. Deyir ki, 22 saatdır, 25 də dəqiqədir. Gəl sən bölək baxaq. Görək düzdür həqiqətən. Neçədir? 1345-də düzdür. Böyle arada xəttim pis ola bilər, onu boş ver. Hə, indi başlayaq bölməyə. Birinci buna baxırıq. Nə eləyir? 2. 2, aha. Çıxırıq. Qaldır burada 145. Aha, 145-in içində neçə 60? 2 dənə. 2 dənə. 2 dəfə. 120-dən də çıxırıq. Yerdə nə qaldı? 25. 25 dəqiqə. Düz yazmışıq. Bəli. 22-nin 25-i. Gördün necə gəldi? Gəl tək. Bəli. Hansı sual idi bu sual? Hələlik baxlayaq. Bu sualla bağlı problem yoxdur. Hayır. Bunun ikinci versiyasında da bizdən nə Gününü. istəyir? Bir dənə oxuyum sualı. Hə, ikinci sualda da bizə saniyə ilə verir. Sən onu saat, dəqiqə və saniyəyə çevirəsən. Yenə eyni bir şey eləyəsən. Sadəcə yəni bunları bilməlisən. Elə bil ki, bax. Bunu indi yazmağa çalışırsan, lap dərsin sonuna baxarıq yenə. Bax, 1 saatın 60 dəqiqədə düzdür. Bəs neçə saniyədir? 1 saat 3600. Hə, 3600 saniyədir. 1 dəqiqəmizdə 60 saniyədir. Bizdən də indi sualda indi dəqiqənin əvəzinə saniyə ilə veribdi. Məsələn, 3723 saniyə veribdi. 3723 saniyə bunlara baxanda neçə saat eləyir? 3723. Aha, yəni bölməyə çalışsaq. Nə dedi? Dedi ki, 1 saatımız 3600 saniyədir. Saniyə. Bəs 3723 saniyəmiz neçə saat olur təxmini də, yəni tam bölünmür. Hardasa 1 saat. Aha, hələ o birini 120. saxla. Onları indi hesablayarıq. Əsas saatını denən mənə. Neçə saat var içində? 1 saat. Aysa 1 saat var. Yəni necə elədin? Bunu böldün 3600-ə, düzdür? Bəli. Demək ki, saatı böl 3600 ilə tapdıq. Gəl indi bunun bizə dəqiqəsi lazımdır. 1 saat neçəsə dəqiqə. İndi bunu necə eləyərik? Bax, 3723 saniyəmiz var idi. Bunun 3600-ü getdi, hesabladıq. Çünki 1 saatını tapmışıq, düzdür? Yerdə nə qədər qaldı? 123 saniyə. Bəli. 123 saniyə bəs neçə dəqiqədir? 123 saniyə neçə dəqiqədir? Hə, yəni içində 60 dəqiqə. Hə, 123 saniyə 2 dəqiqə. Aysa 2 dəqiqə. 2 dəqiqə. Bunu da necə tapdıq? Gəldik n-dən çıxdıq. Bu neçə dənə, yəni saatımız varsa, məsələn n bölü 3600-ə neçə saatımız varsa, onu çıxdıq. Yerdə qalanda 60-a bölüb tapdıq da, düzdür? Yəni düşün, yerdə qalan saniyəmizin 123-ü böldük 60-a, bunu tapdıq. İndi bəs əlimizdə neçə saniyə qaldı? 3 saniyə. Aysa 3 saniyə. Bir də bunu verəcəyik çıxışa. Nə oldu? 1 saat, 2 dəqiqə, 3 saniyə. Burada nə deyir? 1 saat, 2 dəqiqə, 3 saniyə. Bildin necə gəldi bu? Yəni Bəli. bu çıxmaları bildin də niyə çıxdıq? Məsələn, 1 saat getdi, bu 3600 ona görə çıxdıq. Sonra yerdə qaldı 123. Bəs 123-dən niyə 120-yə çıxdıq? Çünki 1 dəqiqə 60 saniyə. Aha, amma 2 dəqiqəmizdə gedibdi. Dəqiqədə ona görə 120 saniyə. Qaldı 120 saniyə. Bunun kodunu evdə yaza bilərsən? Bəli. Bununla bağlı bir sualın yoxdur? Hayır.
Hayır. Onda bunu yazarsan evdə. İndi mövzunu falan izah eləyə, vaxt qalsın. Burada da yaza bilərik. Burada başqa məncə çətin bir sual yoxdur. Bunlara evdə baxarsan, uzaq hansısa şərtin anlamasan mənə yazarsan, izah eləyərəm. Vaxtın olsa çoxdur, birinci günə qədər dərsimiz var, rahat-rahat işləyərsən. İndi gəl bugünkü dərsimizə keçək. Bugün nə keçirik? If, else if, də else. Bunlar nədir? Bunlar şərt operatorlardır. Bunlar biz nə vaxt lazım olur? Məsələn, tutaq ki, düşün, belə bir şey istəyirik ki, tutaq ki, nə olsun? Tutaq ki, deyirik ki, bir dənə n ədədimiz var. Biz istəyirik ki, bu n ədədi 2-yə bölünəndə qalığı 0 olanda istəyirik ki, versin düzdür sözün. Yoxlayırıq ki, bu ədəd cütdür yoxsa yox. Məsələn, istəyirik ki, yoxlayaq ki, ədəd cütdür yoxsa təkdir. Sualımız budur. Bizə də n ədədini verirdi. Tutaq ki, indi biz nə edirik? Qalığı necə tapırıq? Faiz ikisindən tapırıq da. İndi məsələn deyirəm ki, faiz 2 olanda cavabımız deməli cüt olsun, cütdür. N faizli 2 də 1 olanda, yəni qalığımız 1 olanda 2-yə bölünəcək. Versin təkdir. İndi bunları normalda biz məsələn şey eləyə bilməyik də, yaza bilmərik. Məsələn yazsaq int bərabərdir n. Bir dəqiqə bunu bağlayım mən. Int bərabərdir n. Məsələn sin n eləsək. Mən məsələn tutaq ki, qalığını tapdım bunu. Məsələn, int x bərabər olsun n faizli 2-yə. Yəni, bu x-imiz ya 0 olacaq, ya 1 olacaq. Amma mən heç vaxt bilməyəcəm. Məsələn, gəlim verim siyahıda cütdür. Bu düz olmur axı. Məsələn, tək ədəd versə mənə 5. Mən bunu necə yoxlayım? Ora cütdür yazacaq. Aysa, gedib cütdür yazacaq. Bu da əslində nədir? Səhvdə düzdür. Ona görə biz kodlamada şərt operatorlarından istifadə edirik. If-də əgər deməkdir. Yəni, məsələn, tutaq ki, yazırıq ki, int n, sin n. Məsələn, gəlib yazırıq ki, if, belə bir yazılış strukturu var. 2 dənə mötərizə açılır. Yazırıq ki, n faizli 2 bərabərdir 0-a. Və burada belə bir şey yadında saxla. Biz məsələn normalda yazanda 1 bərabərlə bərabər eləyirdik. Tutaq ki, int x bərabərdir 5. Düzdür? Biz indi şərt operatorlarını yazanda, yəni if-ləri falan yazanda, bu mötərizənin içində nəyisə yoxlamaq istəyirsə, 2 dənə bərabərlə yazacağıq. Yəni, belə düşün. Biz həmişə nəyisə bərabər eləmək istəyirəmsə, bilirəm ki, cavabı budur. Düzdür? Int x bərabərdir 5. Bunu mən istəyirəm. Ona görə 1 bərabər qoydum. Amma, məsələn, n faizli 2-nin 0 olmağı, yəni ədədimizin cüt olmağı sual altındadır, düzdür? Çünki olmaya da bilər də. Mən ona görə belə yazanmaram da, n faizli 2 bərabərdir 0. Bu düz olmur axı, yəni. Çünki mən qalığı 1 idisə də, yəni tək idisə, yəni cüt tək nə deməkdir? N-i 2-yə böləndə qalıq 0 alınırsa Cütdür. Cütdür. N-i 2-yə böləndə qalıq 1 alınırsa təkdir. Təkdir. Aysa. Təkdir. İndi ona görə biz hələ ki mən bilmirəm də n çünki mənim üçün naməlum bir ədəddir. Ona görə yoxlayanda 2 bərabərlə yoxlayıram. Sonra bunu 2 dənə qabarcıqlı mötərizə açıram. Bax, eyni ilə int main-də açmışıq yazanda. Yəni düşün bir şeyi açırıqsa onu da bağlamarıq və if-in də eyni bu int main kimi bu qabarcıqlı mötərizədən qoyuruq. İndi nə oldu? Biz nə istəyirik? Deyirik ki, cüt olanda nə versin? Çıxışa. Cütdür versin. İndi bəs bunun ikincisini necə yazacağıq? Cütdürü verdi. Ayso, else nə yazacağıq? Else if də yaza bilərik. Düşün, bax, tutaq ki, else if, bir də else-ə belə baxaq. Bu üçü nə deməkdir? Bax, tutaq ki, necə nümunə götürək? Bax, məsələn, belə bir şey olsun. Tutaq ki, sən marketə getmirsən.
Hə, marketə getmisən. Sən evdən deyiblər ki, get marketdə ən yəni ən böyük ölçülü kola al gəl. Yaxşı. Kolada tutaq ki, getdin gördün ki, 2 litr, məsələn, neçə olur? 2 litrlik olur, 1 litrlik olur. Bildim. Hə, bir də 500 qramlıq olur məsələn. Düzdür. Sənə deyiblər ki, bacardığın qədər ən böyük kolanı al gəl. Sən birinci gedib baxasan məsələn, ifin necə işlədiyinə baxırıq da. Tutaq ki, ya burada da bir dənə məsələn yazaq. Tutaq ki, deyək, n bərabərdirsə 2-yə, yəni 2 litrdirsə, indi bura təzədən gələcəyik. Məsələn, Siyot 2 litrlik kola. Else n bərabərdirsə 1-ə, Siyot 1 litrlik kola. Else də, yəni başqa nə olursa olsun, onsuz da biri olacaq bu kolanın. Hə, belə olsun. Hə, sənə deyiblər ki, bacardığın qədər ən böyük ölçülü kolanı gəl də. Sən birinci gedib hansı ölçünü axtararsan? Neçə? 2 litr. Aysa 2 litrlik axtararsan. Getdin baxdın ki, 2 litrlik yoxdur. Tutaq ki, hə, belədir də, sən tutaq ki, düşün inçsən. Bu sənsən. Gəldin baxdın ki, 2 litrlik var xadinkdə. Tutaq ki, yoxdur. Neyniyəsən? Gəlib hansına baxarsan sonra? 1 litrliyə baxarsan, yoxsa 500 qrama? 1 litrliyə baxarsan. Çünki sənə deyiblər ki, bacardığın qədər ən böyüyünü al gəl. Ona görə yazırıq else, yəni əks halda n 1-ə bərabərdirsə, gəl bizə 1 litrlik kola alaq. Ya yaxşı, bu da yoxdursa, eybi yoxdur da ən balacasını alaq gələk. Çünki bizə deyiblər ki, bacardığın qədər ən böyüyünü al da. Bu ikisi yoxsa sən nə etməlisən? 500. Hə, 500 qram almalısan. Yəni hər bir halda sən gedib bu kolanı almalısan. Lap 500 qram olmasın. Tutaq ki, kola olsun da. Yəni istənilən bir ölçülü kola olsun. Məsələn, 1 litrdən balaca olsun da. Və onu da yazırsan ki, else. Yəni bundan sonra mən şərt qoymuram da else if bərabərdirsə n 500-ə məsələn. Çünki yəni düşün ki, bilirsən ki, marketdə bu üç dənəsindən biri olacaq həmişə. Ona görə məsələn 2 olmadı, 1 olmadı. Deməli geriyə nə qalır? Mütləq 500 olacaq da. Ona görə else if yazmağın mənası yoxdur. Ona görə yazsan ki, else. Vəsə. Yəni hər bir halda mən gəlib bu istənilən 500 qramlıq kolanı alıb çıxacağam. Anladın mı necə olur? İşlər məntiqi ifin. Kollar yaxşı idi. Gəl indi məsələn sualda baxaq. Görək nə suallar var burada. Məsələn sualın üstündə yazaq. Hə, bu yaxşı sualdır. Gəl birinci sualın şərtini bura yazaq. Burada saat yazaq. Deyir ki, imtahan veririk. İmtahanımızın qiyməti 1-dən 12-yə qədər ola bilər. Deyir ki, imtahanın qiyməti 1 ilə 3-ün arasındadırsa, İmtihan. mən deməli aysa bunun initial. Demək ki, budur. Yəni qiymətimizin adı budur. Yəni nə mənası nədir, onu boş verək. Yəni başlanğıc səviyyədir. Mənim qiymətim 4-dən 6 arasındadırsa, 4-dən 6 arasındadırsa, bunu belə eləyim, qarışdırmasın. Onda nə versin çıxışa? Onda da versin... Averaj. Hə, averaj, düz deyirsin. Bunu versin. 7 ilə 9-un arasındadırsa, nə versin? Bu sözü versin. Sufficient. Sufficient. 10 ilə 12-nin arasındadırsa da, bu uşaq partladıb da imtahanı. Keçibdir. Haydi. Bir növ, məsələn, bunu tutaq ki, belə fikirləşmə, məsələn, bizim məktəb sistemindən fikirləş. 81-dən yuxarı nədir? 100-ə qədər. 5. Aysa, 5-dir. 100-ə qədər 5-dir. Yaxşı, 4 nədir bəs? Hansı aralıqda olmalıdır qiyməti? 61-dən 80-ə. Aysa, 61-dən 80-ə. 80 aldınsa heç nədə 1 balla 5-i qaçırdı.
Bəs 3 nədir? Em, Ha, o məndə var imiş. 31 ilə 60. Ha, 31 imiş. O yadımdan çıxmışdı. Hə, 3. Bundan sonra da nə olsa 2-dir onsuz da, düzdür da. Aha, Bunun aşağı sıfırdan qiymət yoxdur. Hə, 0-dan 30-da 2-dir. Yəni bir növ bizim məktəb sisteminin biraz başqa versiyasıdır da. İndi gəl bunu koda çevirək. Hə, bir də bunları yazmaq üçün 2 dənə də şey lazımdır bizə if-lərdən başqa, and və or əməliyyatı. Aha. And və or. And nədir? And, məsələn, tutaq ki, biz bayaqki sual var idi. Məsələn, tutaq ki, kola məsələsində. Aha. Biz deyirik ki, məsələn, indi də evdən belə deyiblər ki, ancaq 2 litrli ya da 1 litrli al. Fərqi yoxdur, ikisindən biri olsa olar da bizim üçün düzdür. Amma qalan hallarda, yəni kola alma, ha, bizə lazım deyil. Onda neyniyərsən? Bax, ya bizdə 2 litrli lazımdır, ya da bu. Yəni biri olsa bizim üçün bəsdir. Düzdür? Onda and yaz. And yazacağıq. Yəni biri olsa bəsdir. Bir də fikirləş. Aha. Biri olsa bəsdir. İkisi də lazımdır. Ya da ikisi ya da biri or. Hə, aysa or lazımdır. Or o deməkdir ki, mənə biri olsa bəsdir. 2 də olsun. Hə. 2 olsun ya da 1 olsun. Mənə fərqi yoxdur. Amma and o deməkdir ki, bizə evdən deyiblər ki, get 2 litrli kolanı da al gəl. 1 litrli də al. Biri olmadısa, ümumən alma da bizə lazım deyil. Bu and əməliyyatımızı bildirir. İkisində, yəni verdikləri 2 şərti də ödəyirik. Amma deyirlər ki, 2 litrli olsa da olar. 1 litrli olsa da. Yəni bu nə deməkdir? Mən birini alsam mənə icazə verəcəklər də. Ordur. Yəni əgər məsələnin şərtində biz belə bir şey istəyiriksə, biri ödəsin, onda oru istifadə eləyəcəyik. Əgər hər ikisinin də ödəməsini istəyiriksə, and istifadə eləyəcəyik. İndi bunu burada məsələn tətbiq eləyək. Biz bu qiyməti almaq üçün nə deyirik? 1 ilə 3-ün arasında olmalıdır. Yəni nətər yazaq? Gözlə, eni daxil eləyək birinci. Hə, nə yazaq? Deyək ki, 1 n-dən böyükdürsə, bu operatorları bilirsən də, bax, bu nə deməkdir? Bu nə deməkdir? Bu, bir də bu. Bu nə deməkdir məsələn? Bu böyük. Bu? Kiçik. Bəs bu? Bu böyük nə? Hə, okey. Bunları gedək. Bu o deməkdir ki, bax, biz bayaq burada nə yazdıq? 81 ilə 100 yazdıq da. Yəni x-imiz 81-ə bərabər və böyük olmalıdır. Yəni bərabər olsa da 5-dir də. Bu deməkdir ki, bərabər və böyük. Yəni tutaq ki, elə məsələn bu 81 100-ü səncə belə yazsam düz olar? 81 100 yox, 61 80. Məsələn, belə yazsam səncə düzdür? 60 ilə 81. Hə. Hayır, çünki 63-dür. 3-dür. Amma mən nə deyirəm? Deyirəm ki, 60-dan böyük olsa, axı demirəm bərabər olsa. Onda nə olmuş olur? 4 olur. Düzə. Yəni tam hissələri fikirləşmə. Məsələn 60.5-i fikirləşmə. 60-dan böyük nədir? 60-dan böyükdür. 61-dir də, düzdür, 4-dür. Mən burada niyə 61 yazmışdım? Çünki deyirəm ki, x 61-ə bərabər ola da bilər, ya da ki, ondan böyük də ola bilər. Eyni zamanda, məsələn, 81-ə baxsam, 81-dən kiçikdir. Bərabər qoymamışam ki, yəni 81-ə bərabər olsa, çünki 5 olur uşaq. 81-ə bərabər qoymamışam deyə, demək ki, bu 81-dən balacadır, yəni 80-dir. 80 də nədir? 4 qiymətdir. Yəni, bu bərabər kiçik, yəni kiçik bərabərdir, böyük bərabərdir, riyaziyyatda keçmisiniz? Bəli. Hə, eyni söhbətdir burada da. Yəni, başını qarışdırma. Sadəcə bərabər qoyuruq qabağına, elə düşün. Yəni, riyaziyyatda belə yazırıq da, yəqin ki, bax, əlinə yazsaq, belə. Gözlə, Aha, bəli. yazım. Bəli. Belə.
Düzdür, altına xətt Ha, çəkirik. orada 2-ni də onda daxil edirik. Aysa 2-ni də daxil edirik. Eyni zamanda bunu da elə fikirləş. Bərabər qoyduqsa daxil edirik. Tamam? Aha. Anladın? Hə. İndi biz nə demişik burada? Nə yazmışıq? 1 ilə belə yazmışıq da. Düzdür? Aha. Biz bunu yazda belə yazdıq, tamam. Amma bunu kodda biz belə yazanmarıq. Çünki biz ancaq 1-in yoxlaya bilərik hələ ki. Demək ki, mən yazıram ki, n 1-dən böyük olmalıdır. Və nə olmalıdır? 3-dən də kiçik olmalıdır. Bu bir növ buna gəlirmi səncə? Özün bir dənə fikirləş. Aha. İkisi də ödəyir də, düzdür? Bəli. Hə, ikisi də ödəməyi istəyirəmsə, demək ki, and yazıram. Demək ki, Bəli. onda çıxışa nə verirəm? Gələm, bunu verirəm. Int ya. Ay, sağ ol. Sonra nə yazım burada? Nə ilə başlayayım? Else if. Ay, Sonra sağ ol. burada yazırıq. 4-dən 6-ya average. Hə, indi 4-dən 6-a necə yazım? O şərt səndə bununki. 4 Aha. böyük bərabər. Aha. Sonra böyük bərabər n Aha. and n böyük bərabər 6. Ay, sağ ol. N böyük bərabər 6. Onda da nəyi versin? Average. Ay, sağ ol, bunu versin. Bir dənə də else if yazırıq, düzdür? Çünki hələ qurtarmayıb. Aha, 7-dən Hə, 9. 7-dən 9-a. Nə yazırıq yenə? 7 böyük Aha. bərabərdir n and n böyük bərabərdir 9. Afərin. İndi siyahıta nə veririk? Bu söz. Sufficient. Aysa. Dəki else if. Səncə indi else if yazsan, belə bir şey yazsan. Düzdür, bunu yazmaq istəyirdik də biz. Hay versin. Hay. Hay. Yaxşı, mən tutaq ki, deyirəm ki, bu uzundur, bunu yazmaq istəmirəm. Belə yazsam düz verər səncə? Məncə hayır. Səncə niyə? Çünki orada onunla rəqəmlər göstərmək lazımdır. 10 ilə 12. O götürə bilər ki, 10 ilə məsələn 100-ün arası. Aysa, düzdür. Amma yaxşı, tutaq ki, şərtdə bizə belə bir şey desə ki, n ancaq 1-dən 12-yə qədər qiymətlər ala bilər girişdə. Ancaq bunlar ola bilər. 9, 10, 11, 12. Yəni, bizə girişdə gəlib 100 verə bilməz. Bunu özləri şərtdə yazıblar. Bəs onda bunu yazsam düz olar? Məncə hayırdır. Hə, niyə olar? Çünki orada 100-ü də verib. 100-ü vermir, əksinə. Hə, vermirik. Hə. Çünki biz burada bunu yazırıq. Çünki bilmirik ki, axı. Məsələn, birdən n-imiz 13 oldu. Düz olmaz axı. Amma əgər bizə şərtdə deyibsə 12-yə qədər olur. Fisoda mən 9-dan böyük nə gəlsə 12-yə qədər haydı da, düzdür. Onda niyə mən bir də bu şərti yazıram ki? Tamam, bunu anladın? Çünki bəzi suallarda elə else yazsaq, yenə eyni məsələdə tutaq ki, hələlik bu sualını tutaq ki, n verir, bir dənə a verir, tutaq ki. Bir ədədin 2-yə bölünməsindən alınan qalıq nə ola bilər? Bir ədədinə 2 almış qalıq. Yəni 2-yə böləndə hansı qalıqlar ola bilər? Ya 0 olar, ya 1 də, düzdür. Ya tam bölünər, ya da bölünməz. Ya tam bölünər, ya 1. Aysa. İndi mən yazıram ki, tutaq ki, bayaqki kimi. Cütdür. Mən burada bunu yazmasam olar da səncə? Yoxsa olmaz? Yəni bunu yazım, else if-lə yazım, yoxsa elə gəlim else yazım, siyahut təkdir yazım. Məncə else siyahut təkdir də olar. Aysa, olar. Çünki başqa bir ehtimal yoxdur ki, bunun olsa cüt deyilsə təkdir. Yəni belə bir şey yoxdur ki, cüt tək. Nə bilim, özlərindən belə bir şey çıxartmayıblar ki. Üçüncü ehtimal yoxdur, düzdür. Tamam, bunu anladınsa qəşəng. İndi heç nə, bu sualı yazdıq. Gəl bir dənə elə belə run eləyək, ataq. Nə verir? Məsələn, 12 verəndə hay istəyir. 12 verəndə hay. Qəşəng. Bunu da ataq. Gəl indi burada elə bir suala baxaq.
and olmasın. Tutaq ki, başqa bir şey olsun. Gəlsin. Tamam, accepted. Məsələn, gözlə baxaq görək burada. Görək burada. Sual var başqa. Yox, ona yoxdur, amma o suala baxarıq sonra. Məsələn, yəni gəl özümüzdən quraq da məsələn, tutaq ki, sual. Yəni oru başa düşdün də, əsas onu bilməyimi istəyirəm. Yəni əndi nə vaxt, oru nə vaxt yazacağımızı bildin də. Bəli. Hə, tamam. Bunları deməli homework 4-ü evdə dedik yazasan. O asan. Hə, onlar asandır. Ama keçdik. Homework 5-də gəl bir dənə də suala baxaq. Məsələn, hansına baxaq? İstən özün bax gör hansı sənə çətin gəlir. Orada bayaq düstur yox idi o deyəsən. Bu? Bəli. Hə, gəl baxaq. Nə deyir bizə? Deyir ki, x veribdir. Bu deməkdir ki, bizə x veribdir, y tapmağımızı istəyir. Deyir ki, x 5-dən balaca olanda y-i bu düsturla tap. X 5-dən böyük bərabər olanda bu düsturla tap. Yəni məsələn 7 versə x-i hansı düsturdan istifadə edərsən? İkinci. X üstəgəl 7. Cavabı nə olar yəni? 5-dən 12-dən yuxarı. Yox, elə dəqiq cavabı var da. X nədir? X 7. Hə, demək cavabı nədir y-in? Hə, 14. Aysa 14. İndi kodun yazaq bunu. Ya bunu belə eləyək. Ya bunu kopyalayaq. Bunları silək. Əsər yazmışıq burada. Bunu açaq. X kvadrat. Ya bunu belə yazaq. Yəni üstüdür. Bu nə vaxt olur? X 5-dən balaca olanda. X plus 7-də X 5 bərabər olanda. Hər şey sadədir. Düsturları veriblər, bizə sadəcə hesablanma qalıbdır. Adi. Nə edərik? Int bərabər n yazaq. Hə. Yox, x yazaq ki, elə oradakından eyni olsun. Hə, daxil elədik. İndi nə yazaram birinci? Birinci yazarıq. If bu düstur yazırıq. Yox, birincin yoxlayaq ki, hansıdır? Çünki bilmirəm axı. X-dən böyük 5. Hə. Bunu yazaq. Düzdür. İndi düsturumuzu nətər yazarıq? Bizə nə deyir? X-in kvadratı, yəni X vur X. X çıx 3 vur X. 3 vur X. Aha. Üstə gəldi. Bu düsturu köçürdüyümü bura. Buradakı düsturdur. Bu cavabımız oldu. Sonra amma else if X bərabərdir böyük 5, böyük bərabərdir 5. Aşağıdan da X üstəgəl 7 yazır. X üstəgəl 7 yazır. Qutardı. İndi məsələn nə? Asan idi. Məsələn 10 yazaq. Onda nə verməlidir cavabı? Onda verməlidir ki 17. 17. 17 verdi. İndi 2-ni bir də hesablamayaq, elə orada görə cavabından düz verəcək. 2. Deyir ki, cavab 2-dir. 2-ymiş. Asandır? Bəli. Tamam, bunu yazarsan onda evdə. Başqa bir gün nəsə eləməli idimi? Demək, G sualına baxdıq. 3-ü baxdıq. B ilə D yazmışam. B sual nədir? Gəl hələlik bunu saxlayaq. Bunları, gəl məsələn şərtlərini deyim. Gəl bax gör hansı sənə çətin gəlir yazılası, onu mənə de. Bax, burada deyir ki, nə deyir?
Deyir ki, 3 rəqəmli ədəd verilibdir. Hə, 3 rəqəmli ədəd verilib. 3 rəqəmli ədədin yoxlayırıq ki, birinci, yəni axırıncı ədədimi böyükdür, yoxsa birinci mi ədədi? Bunu Aha. yoxlamaq çətin olar, yoxsa asan da olar səncə? Və deyir ki, Asan. hə, deyir əgər məsələn şərti bax belədir. Bir dəqiqə. Məsələn, deyir 328-dir. Bundan 3-dən. Bu 8-i müqayisə eləyirəm. Çünki axırıncı və əvvəlki, yəni hansı mərtəbələri müqayisə eləyirəm? O yüzlüklə təhlik. Aysa, yüzlüklə təklik. Bunların da düsturları asandır da. Yazacağıq, Bəli. ədəd tapacağıq, müqayisə En edəcəyik. bölünsün Hə, məsələn. əgər bu böyükdürsə, hansı böyükdürsə onu verəcəyik. Bəli. Amma deyir ki, məsələn 828 olanda ikisi də bərabərdir də. Onda Bəli. gəlib bu söz versin çıxışa. Bərabəri. Bərabər. Gəl indi bunun kodunu sən yaz. Yaza bilərsən? Biraz çətin olar. Gəl yoxla, görək nə yazarsan. Nə yazsansa yaz. Sonra biz düzəldək o kodu. Olar elə? Aha, bəli. Sən yüzlüyü tapmağı bilirsən, təkliyi tapmağı bilirsən. Düzdür? Bəli. Onları Bəli. tapdın ədədlər. Bax məsələn elə bil ki, Onluğu da tapaq. yoğunluğu tapma. Heç demir axı, heç onluqla işimiz yoxdur. Ancaq bizə bu lazımdır, bir də bu lazım. Hə, tap Bəli. istəyirsən sözünü elə belə. Bax mən sən sözdən deyirəm. Sən onu çalış koda çevir. Bax, Aha. tapdın təkliylə yüzlüyü. Bizdən nə Bəli. istəyir? Müqayisə aparmamızı istəyir də. Elə bil ki, düşün 2 dənə sənin şeyin var. A-n var, bir də B-n var. A səndə tutaq ki, yüzlüyü bildirir. B də təkliyi bildirir. İndi müqayisə aparmamız qalır da. Tutaq ki, nə deyirik? A B-dən böyükdürsə, yox, A B-dən məsələn kiçikdirsə, onda çıxışa nə versin? Çıxışa versin B-ni. Aha. Bəs tərsinə A B-dən böyükdürsə nə versin? A-nı versin. Yəni A-nı bizdən versin. böyüyü istəyir də. Hə, işdir. A əgər B-yə bərabərdirsə, onda gəlsin elə bu ifadəni versin. Vəsə. İndi bunu koda çevirəsən sadəcə iflərlə. Aha, başa düşdüm. Bax tutaq ki, mən bunu qoyuram elə bura, bax bunun yazı kimi. Ekranda çevirmirəm. Buna bax, bunu koda çevirməyə çalış. Aha. Sən yaz, mən gözləyirəm.
Mən səhv çıxarım məndə niyəsə. Atmısan kodu yoxsa? Bir dənə atım. At. B soru. Homework 5. Problem. Gəl baxaq. Gəl baxaq görək niyə completion error verir. Completion error nədir? Demək ki, yazdığımızda nəsə problem vardı. Var. Bax, biz nə dedik? Dedik ki, if-in işarəsi necədir? Int main-dəki kimi. Düzdür? Bunu yox. Bu deyil. Ay daha. Bu hər kodumuz qutaranda. İndi hələ tələsmə səhvini düzəltməyə. Gözlə hamısına baxaq sonra. Bir səhvini bildik, düzdür? If belə yazılır. Belə. Düzdür? Var. Aha. Düşün, bax bu nöqtəli vergül var. Bu nöqtəli vergül o deməkdir ki, biz məsələn Azərbaycan dilində belə bir şey deyirik də, tutaq ki, salam necəsən? Nöqtə qoyduq, sonra təzədən başlayırıq. Yaxşıyam, sağ ol məsələn. Tutaq ki, yenə nöqtə qoyduq. Nöqtə qoyanda cümləmiz tamamlanır da, düzdür? Bu nöqtəli vergülü də eyni kodun şeyi kimi düşün. Cümlədəki nöqtə kimi düşün. Bax, gəldi tutaq ki, oxudu int s tək. Mən tutaq ki, bunu gəlib burada belə yazsam, bu düz işləyəcək. Çünki cümlə ilə qurtarmayıb. Bax, gəlir, o nöqtəli vergülü axtarana qədər gəlir bura. Tamam. Yəni nöqtəli vergül cümləni qurtarmamızı. Tutaq ki, gəldi, bunu oxudu. Deməli cümlə qurtardı. Keçirəm təzə cümləyə. Nə edirəm? S-i daxil eləyirəm. Nöqtəli vergül gəldi. Keçsin təzəsinə. Tək. Təki tapanda burada bunu qoyub. Demək ki, təzə cümləyə keçirəm. Yüzdə də eyni. Təzə cümləyə keçirəm. Amma məsələn, gəldin sən tutaq ki, if-də təzə cümləmiz nə vaxt qurtarır? Burada qurtarır da, siyahut verəndə. Çünki hələ heç nə qurtarmayıb. Bax, sən gəldin tutaq ki, bunu burada bunu elədin. Bu deyir ki, bu nə deməkdir? If yazıbdır. Prosta mən bilmirəm axı nə edeyim. Cümlə elə bir ki, belə bir şey oldu da. Tutaq ki, yaxşıyam, sağ ol yazmağın yerinə belə bir şey yazdım. Heç nə baş düşmədi də. Ona görə biz bunu yazırıq. Yəni hələ ki düşün elə bir ki, mən onu tutaq ki, qala divarları var, tutaq ki, hansı ölkənin sərhədini alıram da. Yəni bu sərhəddə yazırıq kodu. Int main-də necə aldıq? Bu bir kodun içidir. Burada da eyni. Bu siyahut A mənim ümumi koduma aid deyil. Yəni mən durduq yerə tutaq ki, siyahut A vermirəm. Mən ancaq istəyirəm ki, bu şərt ödənəndə verim. Tamam? Bəli. İndi soram ikinci. Mən nə dedim? Dedim ki, biz yazıda belə yazmamıza baxma, amma kodda belə bir şey yaza bilmirik. Düzdür? Bəli. Ona görə özü sən bunu niyə yazmısan? Gözlə görüm. Sən sualı necə başlayırsan? A-dan böyük, B-dən kiçik. Yo, S-lə müqayisə eləmirsən. Təkcə A-la B-nin, yəni təkliyindən yüzdüyünü. Yəni, belə bir şey. Bir dənə mən yazıram. Burada yazıram. If tək 100-dən böyükdürsə, siyahıta ver tək rəqəm olaraq, cümlə yox. Else if 100 təkdən böyükdürsə,
100 tekdən Yaxşı, böyük. gəl belə Kaut yazaq, 100. rahat gör. Siyahut 100. 100. Siyahıta 100. Əks halda şurada demək ki, bu böyük olmalıdır, bu böyük olmalıdır. Demək ki, else-də ücə bərabərdir bu. Siyahıta versin, ücə bunu dırnaqda verir. Çünki bizdə bu yazı formasındadır, rəqəm deyil. Biz bunu yazmalıyıq. Sən burada şeylə müqayisə eləmirsən, ədədin özünlə müqayisə eləmirsən, amma bizə lazım deyil. Buna görə error verir, bu A ilə B nədir? Həm də buna görə error verir. Məsələn, sən tutaq ki, A ilə B-nin yerinə, məsələn, tutaq ki, elə sualı düz başlamısan. Məsələn, burada təkdir, burada da 100-dür. Tutaq ki, düzdür də hər iki kodumuz verənməz. Amma belə bir şey yazmaq olmur. Yəni, bax, gəl bura. Bir dəqiqə, hə. Bu, məsələn, riyaziyyatda biz dedik ki, belə bir şey yaza bildik. Düzdür? Məsələn, buna x yazaq. Aha, bəli. Məsələn, burada, məsələn, 5. Amma kodda biz bunu ancaq bu hissəsini yaza bilirik. İkisini bir yerdə yaza bilmirik. Ona görə biz bayaq nə dedik? And əməliyyatı istifadə edirik. Yəni, həm 2-dən böyük olsun, həm də ki, ikisi də ödənsin, ha. Mən istəyirəm ki, həm də 5-dən kiçik olsun. Ona görə x 5-dən kiçik bərabərdir. Eyni ilə bayaq ki, bu şey sualı var idi, qiymətləndirmə sualı. Bax, orada necə yazmışdıq? Bax, görsən, yazmışıq ki, 1n-dən böyükdür, amma həm də 3-dən kiçikdir. Demək ki, bu nə deməkdir? 1-dən 3-ün aralığındadır. Bəli. Yəni, məsələn, mən bura 5 versəm, bura düşməyəcək də heç vaxt. Çünki 5 1-dən böyükdür. Hə, yaxşı, tutaq ki, 5 desəm, hə, tutaq ki, n 5-dir. Bu şərt ödəndi də, düzdür, 1-dən böyükdür. Amma burada 3-dən kiçikdir 5. Yox, 3-dən kiçik deyil. Yəni, bu aralığa düşmür. Ona görə səhvdir. And əməliyyatı, bax, elə burada gördük ki, demək ki, ikisi də lazım imiş bizə. Hə, indi bu sualda düzdür, bunu istəmirdi belə müqayisə eləməyini. Amma, yəni, belə müqayisə eləmək istəsində yazırsan bunu, sonra bir dənə and sözünü yazırsan, davam edirsən. Yəni, düşün, and sözü sənin bunun davamlı kimi gedir də, 100 tutaq ki. Hə, indi bunu mən atmayayım, sən elə düzəld öz kodunun üstündə at səhvini. Anladın dəqiq? Bəli. Aha, at.
çıxsın. Bir dənə gözləməli. Düz çıxdı deyəsən. Tələsmə. Mən 328 yazdım, mənə bərabər verdi. Kodunu elə şeyə at. Bax, burada Google Meet-də elə burada chat var ya. Aha, bir dənə deyəsə tapdın səhvimi. Hətta bax öz. Yenə də. Bəlkə if else-lərində nəsə problem var? Bir dənə atım sizə baxın. Aha, at. On 12 bal verir. Baxın. Gəl baxaq. İndi mənim ekranıma bax. Deməli, təkliyi tapdın, yüzlüyü tapdın. Ay, sən bunu yazdın. Mən bunu nümunə üçün dedim. Yəni bizim əsas müqayisəmiz dedim nə idi? Təkliyi ilə yüzlüyü. Bəli. Yəni bu başqa şey müqayisə edir axı. Bu gəlir rəqəm şeylə müqayisə eləyir. Sən 328 ilə müqayisə eləyir. Bax 328 S-dir. Sən nə dedin? Təkliyi nədir bunun? 8. Yüzlüyü nədir? 3. Sən bu ikisini müqayisə eləməlisən ki, hansı böyükdür. Sənin S-dən işin yoxdur uca. Sən bunu bayaq bilsən mən niyə sən göstərdim şey üçün. Yəni sən belə bir şey yazmışdın. Tək S, bir də belə yazmışdın. Mən dedim ki, yəni bunu işdir, nə vaxtsa lazım olsa endlə yaz. Tamam, ona görə demişdim. Yəni təkliyi ilə yüzlüyü elə bil ki, bax indi öz koduna gəl. Bunu belə elə. Təkliyi ilə 100. Tək 100-dən böyükdürsə. Bir də dırnaq arasında yox. Biz nə demişik? Dırnaq arasında yazırıqsa, bu bizə olduğu kimi qaytaracaq. Məsələn, 3 + 5 yazsaq, yadındadır, keçən dəfə demişdim. 3 + 5 yazsam 8 verməyəcək də mənə, elə 3 + 5 verəcək. Bəli, elə 3 dəqiqə 5 verir. Amma mən siyahıda belə yazsam, amma 8 verəcək, düzdür? Ona görə sən bunu belə verəndə tək sözü gələcək bura. Amma mən tək sözünü istəmirəm axı. Bu tək nədir? 8-dir. Mən bu 8-in özünü istəyirəm. Ona görə dırnaqları silirsən. Bəli. Dırnaqlar silindi. Burada da bir dənə tək belə yazırsan, 100. Yəni 100 təkdən böyüksə, deməli 100 böyük ədədimizdir də, yüzlükdə duran. Demək ki, 100 versin. Əks halda bərabərdirsə, bunu dırnaqda versən. Çünki mən bərabər deyə bir şey yoxdur axı. Bu elə yəni tekst kimidir də, yazıdır. Ona görə elə bərabər versən. İndi bunu düzəlt bir dənə tez. Müəllim, baxın görün indi düzdür. Evet. Dırnaqları düzəltmədim. Abi dırnaqlar. O 12 ballı bilirsən niyə verir? Çünki 12 ballıq ancaq məsələn bu bərabər halları var. Burada düz işləyir sənin kodun həmişə. Amma qalan məsələn 328-i yazsan sənin kodunda. Gəlib 328 yazsan tək yazır. Aysa nə yazmalıdır amma? 8. Aysa ona görə təki ver də çıxışa. Dırnaqsız ver. Yəni belə. Tək, adi. Aysa adi tək. Yəni rəqəmi verməlisən sən. Yazı yox. Bir siyah cütdür söhbəti var idi. Eyni şey kimi verirdi onu. Başa düşdün? Burada bizə o lazım deyil. Yəni düşün bayaq deyir deyə məsələn 80 ilə 100 arası olsa high versin.
İndi düz verdi. Düz verdi. Hı hı. Ben atım. At. Sonra mən sənə qalan sualların şərtini də izah eləyim. Bir də kodu yazmağını rahatlaşdıracaq bir iki şey deyəcəm. Ha 100 bal. Qəşəng. Gəl o biri sualların şərtlərinə baxaq eləcəm. Bunlar asan. Asandır. Bəli. Tamam. Bax, bir dənə F sual bəlkə qarşı ola bilər. Deyir ki, A ilə B-ni verir. Yoxlayırsan ki, əgər A B-yə tam bölünürsə, gəlsin bu sözü versin. Bax 15 3-ə tam bölünür də, düzdür? Demək ki, bu divisible sözünü verməlidir. 12 5-ə tam bölünmür. Onda gəlsin bölünəndə nə alınırsa, yəni tam hissəni versin, bir də qalığı versin. Tamam? Bunun şərti budur. Axırıncı sualda da yoxlayırsan ki, cütdür, tək, yox, pozitiv, yəni müsbətdir, mənfidir, yoxsa elə sıfırın özüdür. Yəni 3 dənə if yazasan. Ha mən bu elə bir ki mən int x məsələn y yazdıq, sin x böyükdür y, if y faiz bərabərdir 0. Divisible yazır. Amma əksinə isə orada qalıbsa, orada elə o rəqəm yazır. Hə, o rəqəm bəs necə yazır? Məsələn, siyahıta nə verərsən? Siyahıta nə verərəm? Hə, yəni bu 2-2-ni nətər tapırsan? Bunu böləndə elə bir ki, qalıq qalır da müəllim orada. 12 5-ə böləndə 2, qalıq 3. Hə, yəni onu faizlə verəsən qalıq, o birində bölməklə verəsən. Onu demək istəyirdim. Hə, tamam. Bəli. Axırıncı sualda da deyir ki, yoxla gör, bu ədəd müsbətdir. Elə bir ki, 3 dənə şeyin olacaq. If, else, else if, bir də else. Yəni 0-dan böyükdürsə nədir bu ədəd? Müsbətdir. 0-dan kiçikdirsə mənfidir. 0-dan böyükdürsə pozitiv. Aha. 0-dan Amma elə kiçikdirsə 0-dırsa 0. 0, 0-dan kiçikdirsə də negativ. Tamam, buradakı sualların şərtindən bağlı sualın yoxdur. Bunları yazarsan evdə. İşte hansısa şərti yenə də aydın olmadı. Məsələn, getdin oxudun, aydın olmadı da mənə yaz. Ya da sualı yazsın, görsən nəsə qəribədir, mənə yaz. Homework 4-də də gəl baxaq görək sualın şərti çətin olan varmı? Yoxsa asandır səncə? Bu asandır, onu bayaq dedik. Bəli, bayaq. Burada deyir ki, 4 rəqəmli ədəd verib. Sən bu ortadakı yüzlüklə onluğu vermədən çıxışa ver. Yəni bu ikisini vermə. 13-ü ver çıxışa. Onda nə edərsən? Gedib ədədi... Ha, mən burada minliklə təhliyi verəcəyik. Ay, sağ ol. Yəni gəlib elə ki, belə verəsən də. Məsələn, minliyi tapasan, nədirsən də indi özün bilirsən. Bir də təkliyi tapasan. Bir də təhliyi. Minlik, təklik, sonra versin. minlikdə təhliyi. Ay, sağ ol. Sonra bu heç, bunu özün elə dedim. Burada elə bir ki, deyir ki, 3 rəqəmli ədəd verib, tərsinə ver. Elə bir ki, normalda nədir qaydamız? Yüzlük, onluq, təklik. Sən verəsən çıxışa. Təklik, onluq, yüzlük. Lik, onluq, yüzlük. Ay, Mən keçən dəfə oxşar sual vermişdim. Bu da deyir ki, ədəd verir. Hər hansı bir ədəd. Hər tərəfini 3 əlavə eləyəsən. O da sadə düşün, bax. Tutaq ki, 353 verib. Ya da 353 olmasın. Məsələn, 456 olsun. Sən istəyirsən ki, belə bir şey versin. 3, 456, 3. Yəni, buna belə bir şey bax. Məsələn, biz bayaq bu bayaqki sual var deyə ortadakıları yazmadan, məsələn, yüzlüklə onluğu yazmadan ver çıxışa, ancaq minliklə təklik. Onda sən nə edirsən? Minlik, təklik yazırsan. Bu sənə gəlib verir nə? 14 verir də, düzdür? Bəli. Çünki bitişdirir də rəqəm. Elə ki, bu 1-dir, bu 4-dür. Arasına məsafə qoymamışam deyə bitişik görsənər. İndi eyni şeyi bunun kimi fikirləş. Bax, səndə 456 var. Bir də yanlarda deyir ki, 3 olsun. Onda nə edərsən? Yanlarında 3. Hə, elə ki, solunda da 3 olsun, bitişsin ona. Bax, belə bir şey eləsək düz olar da. Tutaq ki, n-dir. Ha, belə olar, bəli. Olar, səncə? Int, int, n, sin, n. Bəli, olar. Olar?
Tamam, qəşəng. Bəli. Çünki bitişdirəcək də. Bəli. Bəli. Sonra bu da asandır. Elə deyir ki, Bəli. bundan bunu dəyişir. Elə bayaq onun oxşarını Bəli. eləmişdik. Bu saat sualıdır. Ha, onu indi dedik. Bu da Bunu saniyə da indi sualıdır dedik. demişik. Bu da o biri suallara oxşardır. Rəqəmlərinin kvadratları cəmini Ha, taparsan. rəqəmlər. Bayaq elə yazdın özün dərsdə. Burada da elə bir şey təklik onluq, təklik onluq onluq. Ay, sağ ol, möhtəşəmsən. İndi bax, hə, heç nə. Bax, homework evdə nə yazasan? Homework 4 yazasan. Homework Aha. 5 yazasan. Bax, səndən 2 dənə şey istəyəcəm. Homework 6-nı boş ver, o bir dərsə aiddir. Bir kodu yazanda çalış özündən danış və onu elə bir ki, düşün, bayaq yazdım, salam necəsən falan. 10 dildə məsələn yaz. Tutaq ki, bizdən kodu yaza belə n-i daxil elədim. Başlarda bunu elə ki, sənin beynində otursun elə bil o. Həm məndən məsələn nə istəyir? Deyir ki, n müsbət olanda bunu elə. Onda yazıram, əgər, if əgər deməkdir. Əgər n-im böyükdürsə 0-dan, onda mənə gəlsin, çıxışa versin ki, pozitiv sözün versin. Vəsə, bu getdi. Əks halda nə etməliyəm? Else if n 0-dan kiçikdirsə, gəlsin Cout-a versin neqativ sözün. Yəni bunlar çalış özünə denə ki, kodda səhv eləməyini aşağı salasan. Bir də ki, məsələn, indi tutaq ki, bundan sonraki dərsimiz 1-ci gündür də. Çalış tapşırıqları məsələn gəlib bazar günü ya 6-cı gün eləmə. Tutaq ki, məsələn indi çox yorğun olduğum vaxtlar deyirəm. Tutaq gəldin 4-cü gün dərsinə. Görsən ki, biraz boş vaxtın qalıb da. Gir. Ən azı tutaq ki, asan sual olsa belə. Məsələn, burada homework 4-də ən asan sual tutaq ki, məsələn, budur da, hə, düzdür, təklik. Onluq verirsən də. Gəl, eybi yox. Bir sual yaz məsələn 4-cü gün, amma yaz. Əlin qoy yadırğamasın. Elə ki, öyrəşsin yazmağı. Hər gün yazdıqca, sən məsələn, gəlib bunu yazanda çox rahat yazırsan. Məsələn, bayaq completion error aldın, onu almayasan. Çünki rahatlaşacaq sənin üçün. Yəni, çalış elə bir ki, son şey kimi baxma da, məsələn, F tapşırığıdır, axırıncı gün yazıb gedərəm. Yəni, çalış özünün üstündə işlədə. Elə bir ki, bunları qutar, sən bu ikisini, məsələn, dərsdən qabaq. Mən sənə yenə suallar atarım. Yəni, sual çoxdur. Sualdan narahat olma. Nə qədər çox sual işləsən, tutaq ki, oxşar sual olacaq da. Məsələn, tutaq ki, burada minimum, maksimum istəyibdir. Yəni, o birində bərabər olduğunu yoxlayacaq. Elə bir şeylər. Yəni, çox sual işlədikcə əlin öyrətcək və qabaqdakı mövzularda onsuz da bu elə bir ki, düşün, binanın bünövrəsidir. Bunlar olanda üstünə qoya-qoya gedəcək. Yəni, o bünövrədən istifadə edəcək. Ona görə ora nə qədər möhkəm olsa o qədər yaxşıdır. Yəni, çalış, bacardığın qədər gündə, məsələn, bir sual olsa belə yaz. Tamam. Bunu istəyirəm səndən təkcə. Bəli. Gördün də, məsələn, sualla bağlı nəsə sualım var, nəsə problem var, ya da dedin ki, mən bütün sualları qutardım, yox, biraz da sual işləyim. Onda qoy müəllimə deyim, biraz da sual açsın, mən atacağam sənə sual. Yenə kontest yaradacağam, atacağım, sualların şərtini falan deyəcəm. Yəni, dərs sırf 1-ci gün gözləmədə, yəni hər gün yaza bilərsən. Tamam, bugünlük bu qədər. Başqa sualın yoxdur bu gündən bağlı? Hayır. Tamam, onu da yekunlaşdıraq. İnşallah 1-ci gün görüşərik. İnşallah. Sağ ol. Sağ olun.